Salam hörmətli izləyicilər, xoş gördük hər birinizi Ratve kanalında. Əziz izləyicilər, bugün biz çox gözəl bir sos hazırlayacağıq. Bu sos deməli əziz izləyicilər ət yeməklərindən yeyilir, xüsusən yəni ət yeməklərinin üzərinə tökə bilərsiniz. Ondan sonra kabab bişirəndə kababı belə batırıb yeyə bilərsiniz və yaxud toyuq qızartması və s. də yəni ət yeməklərindən, kartof yeməklərindən, pirajki ilə zətlə bu sosu yeyə bilərsiniz. Yəni çox gözəl, dadlı bir sosdur. Bunun üçün bizə nələr lazım olacaqdır. Amma onu deyim ki, acı olur bu. Acı sevənlər üçün. Deməli bax burada görürsüz ki, şüyüddür, acı bibardır, şirin bibardır, tomatdır, stiyotdur, yəni pul biber də olacaq, o birisi duz və su lazım olacaqdır. Kim istəsə keşniş də əlavə edə bilər, ancaq bu əslində belə olur, şüyüdlə olur. İndi əziz izləyicilər başlayırıq bunu hazırlamağa. Deməli ilk öncə blenderimizi, bunu blenderdə hazırlayacağıq. Açırıq blenderimizi və içinə deməli biberimizi beləcə təmizlənib biber bir neçə hissəyə bölüb beləcə qoyuruq. Acı biberimizin bu saplağını deyirlər. Onu kəsirik, belə toxumlu zaddır, elə qoya bilərsiniz. Çünki toxumları elə ona gözəllik verir, həm də dad verir. Bax belə. Ondan sonra əziz izləyicilər şüydümüzü bax beləcə şüyddən hər tərəfinə qoyuruq. Şüyd ona xüsusi tam verir. Bax belə. Və başlayırıq deməli hazırlamağa. Bir ətsə pul biberdən əlavə edirik. Bax belə. Bizim pul biber acıdır, həm də biz acı xoşladığımızdan biraz belə deyim də çox etdi. İndi biraz da həmçinin də biber də acılığı var. Ondan sonra biberdir bu. Kırmızı biberdir, birazcık tökürük. Zövqə görə duz əlavə edirik. Və pomidor tomatımız, yəni mağazada satılan adi pomidor tomatından götürüb beləcə qoyuruq. 1-2 qaşıq. Əgər qatıdırsa baxacağıq. Və üzərinə yaxşıca su əlavə edirik. Beləcə 1 stakan belə armudu stakandır su əlavə edib və başlayırıq bunu blenderda hazırlamağa. Əziz izləyicilər, onu da qeyd edim ki, əgər tomatınız çox qatıdırsa, onda 2 dənə də armudu stakandan tökə bilərsiniz. Yəni kim bu belə deyək də zövqlədir. Yəni kim istəyir qatı eləyə bilər, kim istəyir sulu eləyə bilər. Baxın beləcə və başlayırıq hazırlamağa. Biraz su deyəsəm çox olur. Deməli əziz izləyicilər, gördüyünüz kimi artıq blenderdə hazırladıq. Baxın belə gözəl sos alındı. Baxın görürsünüz. Necə gözəl. Qaba qoyağın. Görürsünüz baxın necə gözəl bir sosdur. Beləcə görürsünüz əziz izləyicilər. Beləcə. Baxın əziz izləyicilər, beləcə artıq sosumuz hazır oldu. Bunu siz ət yeməklərindən, kababla, kartoşkayla, pirajki ilə və digər xamır yeməkləri ilə yeyə bilərsiniz. Yəni hətta spagetti, vermişel, nə bilim, tuşbərə zat hazırlayanda üzərinə tökə bilərsiniz.
Bu qədər. Hər kəsə təşəkkürlər. Kanalımıza abunə olun, videomuza da like qoyun. Sağ olun, salamat qalın.